Yaxşı. Deməli, 83 ilə 2 qat və yarım arqument 2019-da 83-cü sual. 83-cü sual belə. Sinus pi bölü 12 kosinus 5 pi bölü 12 hesablayın. Sonra bunu yazıram sinus pi bölü 12, bunu da kosinus pi bölü 2 çıxaq pi bölü 12. O da bərabərdir. Yox, mən niyə 5 pi bölək? Bəzarıb məzgul verilmək. Deməli, sinus pi bölü 12, bulaq sinus pi bölü 12 edir. Bu da sinus kvadratı pi bölü 12, o da bərabərdir. 1 çıxaq kosinus pi bölü 6 bölü 2 demək. Bu da bərabərdir. 1 çıxaq kök altı 3 bölü 2 bölü 2. Belədirmi, yoxsa vurub bu? 2-yə vurub sürətə məxrəci, 2 çıxaq kök altı 3 bölü 4. B variantı. 983-dən sonra 85 gəlir. Bu yəqin ki, xatirinizlədir. 85. Tangens alfa üstə gələk beta bərabər mənfi 1. Tangens alfa çıxaq beta 2-də 1 olur da tangens 2 betanı tapılır. Tangens 2 betanı biz yazırıq. Tangens alfa üstə gələk beta çıxaq alfa çıxaq beta. O da bərabərdir bu şəkildə. Tangens alfa üstə gələk beta çıxaq tangens alfa çıxaq beta. Bu da 1 üstə gələk tangens alfa üstə gələk beta. Buraq tangens alfa çıxaq beta şəklində. Bu elə bir iki argument fərqinin tangensidir da. O da bərabərdir yerinə yazanlar. Deməli, alfa üstə gələk beta mənfi 1 çıxaq 2-də 1. Bu da 1 çıxaq alfa üstə mənfidir 2-də 1 də verir. Onda mənfi 2-də 3 bölək 2-də 1 mənfi 3 cavabı var. Y variantı. 87 də belə düşarlar. Deyir ki, tangens kvadratı 15 dərəcə, üstə gələk 4 tangens 60 dərəcə ifadəsinin qiymətini tapaq da bərabərdir. Tangens kvadratı 15 dərəcə, bu 1 çıxaq kosinus 30 dərəcə, bölək 1 üstə gələk kosinus 30 dərəcə deməkdir. Üstə gələk 4 vuraq, tangensdə 60 dərəcə 4 kök altında 3 edir. Bu da bərabərdir. 1 çıxaq kökdə 3 bölək 2, 1 üstə gələk kökdə 3 bölək 2, üstə gələk 4 kök altında 3. Əzdən burada sürət məxrəcini 2-yə vuranda 2 çıxaq kök altında 3, 2 üstə gələk kök altında 3, bu da üstə gələk 4 kök altında 3. Onda məxrəci qoşmasına vururuq. Deməli, 2 çıxaq kök altında 3-ün kvadratı, burada 2 üstə gələk kök altında 3, 2 çıxaq kök altında 3. Üstə gələk 4 kök altında 3. Bu da bərabərdir. Məxrəc eləyib 4 çıxaq 3. Bu da 4 çıxaq 4 kök altında 3. Üstə gələk 3 deməkdir. Üstə gələk 4 kök altında 3. Bu 1-dir. Bununla da bu islah olunur. Cavab 7 eləməli. B variantı. 89. 89 da belə düşarlar. Kosinus kvadratı 3 pi bölək 4 çıxaq alfa üstə gələk 0,5 sinus 2 alfa ifadəsini sadələşdir. Dərəcəni aşağı salma düsturundan istifadə edirəm. 1 üstə gələk kosinus bunun 2 qatı. 3 pi bölək 2 çıxaq 2 alfa bölək 2-dir. Üstə gələk 0,5 sinus 2 alfa. Bu da bərabərdir. Bu bildiyiniz kimi 1 üstə gələk 3 pi bölək 2 çıxaq 2 alfamız 3-cü çıxaq sinus 2 alfa eləyir bölək 2. Üstə gələk 0,5 sinus 2 alfa. Bu deyilir 0,5 çıxaq 0,5 sinus 2 alfa. Üstə gələk 0,5 sinus 2 alfa. Bundan da bu gedir qalır 0,5. Sevən. 91-ə baxaq. 91'də nə var? belə düşarlar. Deyir ki, tangens kvadratı
45 dərəcə üstə gələk alfa çıxaq 1. Burada da tangens kvadratı 45 dərəcə üstə gələk alfa üstə gələk 1. Bunu hansı yoldan eləyək? Görək nə olur. Bunun kosinusdan ifadə edib görün nə olur. 1 çıxaq kosinus 90 dərəcə üstə gələk alfa. 1 üstə gələk kosinus 90 dərəcə üstə gələk alfa. Bu dəqiqə ağlıma bu gəldi. Burada da 1 çıxaq kosinus 90 dərəcə üstə gələk alfa. Burada da 1 üstə gələk kosinus 90 dərəcə üstə gələk alfa. Üstə gələk 1 də bu ilə. Bərabər. Deməli, sürət məxrəci bax bu məxrəcə vurur. Bu yavaca çevirim sonra vurur. Bu 1 üstə gələk sinus alfa. Bu da 1 çıxaq sinus alfa. Bu çıxaq 1. Burada da 1 üstə gələk sinus alfa. 1 çıxaq sinus alfa. Üstə gələk 1 də bu ilə. Bərabərdir. 1 çıxaq sinus alfaya vururam məxrəc. 1 üstə gələk sinus alfa çıxaq 1 üstə gələk sinus alfa bu ilə. Bu da 1 üstə gələk sinus alfa, üstə gələk 1 çıxaq sinus alfa da bu ilə. Bərabərdir. Deməli, bunlar getdi. 2 sinus alfa bölək çıxaq olmalıydı. Yox, üstə gələk, sinus alfalar da getdi. Bölək ki, cavab sinus alfa edir. Yoxdur? 91-də. Sinus 2 alfa var. Sinus 2, hə, 2 alfanı unutmuşam. Mən 2 alfa lazımdır. 2, burada səhvləmişəm. 2 diqqətsiz deyirəm, bu 2 alfa. Çünki 2 qata keçirik. 2 alfa. Bu 2 alfalar da girdi. 2 alfa, sinus 2 alfa. A var ya. Yaxşı, keçirik 93-ə. Sürət 93-dən nə var? 93-də belədir. Deyir ki, alfa bərabərdir. Mənfi pi bölü 3 olarsa, sinus 2 alfa. Üstə gələk kosinus alfa. Burada da kosinus kvadrat alfa. Üstə gələk sinus kvadrat alfa. Üstə gələk 2 sinus alfa. İfadəsinin qiymətini tapır. 1-dir məxrəc bu öz yerində. Deməli, 1 üstə gələk 2 sinus alfa. Bu isə 2 sinus alfa, kosinus alfa. Üstə gələk kosinus alfa. Sürətdə də kosinus alfanı çıxardanda 1 üstə gələk 2 sinus alfa. Burada da 1 üstə gələk 2 sinus alfa da böyük. Bunlar ixtisar olunur, qalır kosinus alfa. Bu da kosinus mənfi pi bölü 3. Cavab 0,5 və ya 2-də 1-dir. Deyil. 95-ə baxaq. Deməli, 95-də belə. Deyir ki, kosinus alfa bərabər 1 bölək kök 4-cü dərəcədən m olarsa, 3 üstə gələk 4 kosinus 2 alfa. Üstə gələk kosinus 4 alfa. Bunu tapmaq lazımdır. 4 kosinus 4 alfa. Belə eləyək də onda. Onun birini yəqin ki aralayacağım. Bu 2 üstə gələk 4 kosinus 2 alfa. Üstə gələk 1 üstə gələk kosinus 4 alfa. Bax, bu. Deməli, bu hələ buna dəymirəm. 2 üstə gələk 4 kosinus 2 alfa. Bu isə üstə gələk 2 kosinus kvadratı 2 alfa elə. Düzdür? İndi 2-ni çıxardıram. 2-ni çıxardanda 1 üstə gələk kosinus 2 kosinus 2 alfa. Üstə gələk kosinus kvadratı 2 alfa edir. Bu da bərabərdir. Bu isə 2. 1 üstə gələk kosinus 2 alfa mötərizə kvadratı edir. 1 üstə gələk kosinus 2 alfanın isə 2 kosinus kvadratı demək olur. Burada 2 kosinus kvadratı alfa mötərizə kvadrat edir. Bu da bərabərdir. 2, 4, 8 kosinus üstü 4 alfa deməkdir. Buradan da alırıq ki, 8 vuraq, kosinus üstü 4 alfadır. Kosinus alfanın bizim bölək kök 4-cü dərəcədən m demək üstü 4. Bu isə uşaqlar 8 bölək m edir. A variantı. 97.
97 də şöyləsin abi. Deyir ki, hesablayın. 2 kosinus 40 dərəcə çıxart kosinus 20 dərəcə. Burada da sinus 20 dərəcə. Baxaq görək bu nədir? 2 kosinus 40 dərəcə, kosinus kvadratı eləsək, üstə gələk kosinus kvadratı heç nələ buraxılır. Kosinus 1 çıxaq, Sürətdə deyəndə kosinus 20 çıxılsın 1 qalır. yox, məxrəc sinus 20-dir. Biz sinus 20-ni də gələk kökün altına eləyək. Ağlıma bir şey gəlmədi. 2 kosinus 40-ın əvəzinə biz yaza bilərik. 5 2 çıxaq. 2 üstə gələk 4 kosinus kvadratı eləyə bilərik. O da kosinus 40-ı bəs çevirməklə eləmək olarmı? O da heç nə eləmir. Kosinus 20-ni bəlkə birini aralıyaq, hasili zəmən çevirək. Başqa lazımız yoxdur. Kosinus 40 dərəcə, üstə gələk kosinus 40 dərəcə, çıxaq kosinus 20 dərəcə eləyər. Bu da sinus 20 dərəcə. Bərabərdir. Bu 2 qat deyil, 2 qatla bunu eləmək olmur eləmək. Kosinus 40 dərəcə, burada isə çıxaq mənfi 2 sinus toplayıb yarı bölürəm 30 dərəcə, çıxıb yarı bölürəm sinus 10 dərəcə. Düzmü deyil? Çıxanda mənfi 2 sinusla oldu da. Bu da sinus 20 dərəcə. Bərabər. Sinus 30 dərəcəmiz 2-də 1-dir. Yuxarıda qalır ki, kosinus 40 dərəcə çıxaq sinus 10 dərəcə. Burada da sinus 20 dərəcə. Sinus 10 dərəcəni də çevirmə düsturuna görə kosinus 40 dərəcə çıxaq kosinus 80 dərəcə yazılır. 10-u 90 çıxaq 10 kimi yazanda. Burada isə sinus 20 dərəcə. İndi görək nə olur. Yenə mənfi 2 sinus çıxanda, 40-dan 80 çıxanda mənfi 20, yəni mənfi 20 dərəcə. Bir də sinus toplayıb yarı bölüb 60 dərəcə. Burada sinus 20 dərəcə. Mənfi də gedir. 2 sinus 20 dərəcə. Sinus 60 da kökdə 3 bölək 2. Sinus 20. Cavab kökdə 3 var mı? 2 ilə 2 gedir. Bundan bu kök altında 3A var yəni. 99'a baxaq uşaqlar. Görək 99'dan nədir? da belədir. Deyir ki, hesablayın belədir. Kosinus 20 dərəcə. Burada kosinus kvadratı 40 dərəcə, çıxaq sinus kvadratı 20 dərəcə. Neyniyək bu? Bu arada fərqi olmayacaq. Məncə dərəcəni aşağı salmadan istifadə edir. Bu eləyir. 1 üstə gələk kosinus 80 dərəcə bölək 2. Çıxaq. Bu da 1 çıxaq kosinus 40 dərəcə bölək 2. Burada da kosinus 20. Bəyəkini oxşuyur. 2-yə vururam sürəti məxrəci. 2 kosinus 20 dərəcə budur. 1 üstə gələk kosinus 80 dərəcə. Çıxaq 1 üstə gələk kosinus 40 dərəcə. Birlər gedir. Yuxarıda qalır 2 kosinus 20 dərəcə. Burada kosinus 80 dərəcə. Üstə gələk kosinus 40 dərəcə. Bu da cəmi hasilə çevrilməsidir. Yazırıq 2 kosinus 20 dərəcə yuxarıdadır. Burada da 2 kosinus 80 ilə 20 toplayıb yarı burada 60 dərəcə. Çıxıb yarı burada da kosinus 20 dərəcə. Eləmi? Bu kosinus 20'lər gedir. Burada qalır 2. Bu da 2 vuraq 2 ilə 1 cavab 2. Yoxdur? Y variantı. Görün 100 nətərdir. 101'i də yazıram, bu sonuncu olur uşaqlar. Bugün üçün bəhsdir, keçən əvvəlkini də yazmayıbsınız. Çalışın, tənbəlli yerə onu yazmaq lazım. Yaxşı, 101'i yazıram, bugün üçün sonuncu olur. 101, belədir, hesablayın.
Kosinus kvadratı 3 pi bölək 34. Üstə gələk. Kosinus kvadratı 7 pi bölək 17. Yaxşı, 7 pi bölək 17. Bunu hesablamaq lazım. Dərəcəni yəqin ki aşağı salaq. Görək nə olur. Bu eləyir. Bir üstə gələk. Kosinus 3 pi bölək 17 bölək 2. Üstə gələk. Bu da bir üstə gələk. Kosinus 14 pi bölək 17 bölək 2 də belə. 2'lər heç qabağa gətirək hamısını 2. Bu da 2 üstə gələk. Kosinus 3 pi bölək 17. Üstə gələk kosinus 14 pi bölək 17. Bu da bərabərdir. 2 üstə gələk. Kosinus 3 pi bölək 17. Üstə gələk kosinus 14'ün əvəzinə də pi çıxaq. 3 pi bölək 17 yazılır. Bölək 2. Bildiyiniz kimi çevirmə düsturudur. 2 üstə gələk kosinus 3 pi bölək 17. Bu isə mənfi kosinus 3 pi bölək 17 eləyir. Bölək 2. Bu ikisi gedəndən sonra 2 bölək 2 bərabərdir 1 eləyir. D variantı. Bu qədər evdə cüt sayda olanlar işləyərsiniz. Sağ olun.